Hər vaxtınız xeyir əziz dostlar. Bugün sizinlə Rəsul Ruzanın Qızılgül olmayaydı poemasını təhlil edəcəyik. İlk öncə onu nəzərdə çatdıraq ki, Qızılgül olmayaydı poeması repressiya qurbanı olan Mikayıl Müşfiqin və onun timsalında digər repressiya qurbanlarının xatirəsinə ithafən yazılmışdı. Gəlin başlayaq poemanın təhlilinə. Gördüyümüz kimi poema sərbəst şeir ölçüsündə yazılıb və yəni qafiyələrin quruluşunda və misralarda, hecaların sayında, həmçinin misra daxili bölgüdə tamamilə sərbəst yanaşılmışdır. Amma təbii ki, sərbəst şeirdə olduğu kimi bu sərbəstliyi biz oxuyan zaman ahəng, vurğu və intonasiya hesabına bərpa edirik. Gecə qapım döyüldü. Görəsən kimdir gələn? Kimsən? Mən. Açdım qapını. Baxdım. Yox, tanımadım. Vahimədən qorxan körpələr kimi çəkildim addım. Deməli, biz görürük ki, qapının döyülməsi ilə hadisələr başlayır və müəllif özünə sual verir ki, görəsən gələn kimdir? Çünki gecə vaxtıdır və kimsən dedikdə mən cavabı alır, amma onu tanımır və tanımadığı üçün hətta tanımır deyə körpələr kimi addım geri çəkilir. Özünü körpəyə də bənzədir bir növ addım geri çəkilməyini. Və bəlkə də işıq azdır. İllərin o tayından gələn yorğun yolçunu belə adi işıqda tanımaq da olmazdı. Və müəllif onu tanımadığını üçün adi işıq səbəbini göstərir ki, yəni adi işıq az idi, yəni adi işıqda tanımaq olmazdı və həmçinin gələn qonağı və yorğun yolçu adlandırır. İllərin o tayından gələn yorğun yolçu. Burada diqqət edirik. Başını qaldıranda gözlərin bircə anlıq gözlərinə sataşdı. Elə bir kimsə birdən köhnə, tanış kitabın səhifəsini açdı. Yenə qapandı kitab. İndi qoçaqsan, buyur, min bir varaq içindən o bir səhifəni tap. Deməli, o başını qaldırıb gözlər sataşanda, gözlərindən hardasa elə bir ki, hardasa tanış gəlir ona, elə bir kimsə tanış kitabı açır. Amma yenə də gözləri ona baxmayanda artıq yəni min bir varaq içindən elə bir səhifəni necə taparsansa, elə də yəni sən keçmişdə olan insanlar üçün onu xatırlayıb tapmalısan. Salam, buyurun. Əynində nimdaş palto, başında bir nimdaş şal. Nə ipəkdir, nə də yun. Saçları ağ, illərlə bağlı sandıqda qalıb şəfəqini itirmiş adicə gümüş kimi. Gözlər cüt qara ulduz, quyuya düşmüş kimi. Deməli, burada görürük ki, o salam verir və salam alır və müəllif onun xarici görünüşünü təsvir edir. Əynindəki palto köhnədir, nimdaşdır. Hətta başındakı şal belə köhnədir. Hətta o dərəcədə köhnəlib ki, deməli, nəsə köhnələndə o dərəcə köhnəlir ki, onun materialı belə itir də bilinməz olur ki, nədir materialı. Burada da həmçinin şal o dərəcə köhnəlib ki, onun ipəkmi, yunmu, nə olduğu bilinmir. O dərəcədə köhnədir, nimdaşdır. Müəllif gələn qonağın, yəni Dilbər xanımın, bilir ki, bu Dilbər xanımdır, onun saçlarını ağ və ağ olduğunu, həm də ağ olduğuna görə saçlarını illərlə sandıqda qalmış gümüşə bənzədir. Yəni, yadımızda qalır ki, saçları gümüşə bənzədilir. İllərlə sandıqda qalmış gümüşə bənzədilir. Gözləri isə qara ulduza bənzədilir, amma quyuya düşmüş kimi. Gözləri cüt qara ulduzdur, amma quyuya düşmüş kimi qara ulduzdur. Yəni, izin verin mən asım. Yox, özüm asaram. Özü asdı paltonu. Sonra da aram otağa göz gəzdirdi. Birdən üzümə baxdı. Dodaqları titrədi. Elə bil oyuncağı qırılmış uşaq kimi hıçqırıb için indi ağlayacaqdı. Biraz keçdi, toxtadı. Xəfif, kövrək təbəssüm qondu dodaqlarına. Deməli, paltosunun asmaq üçün Rəsul Rza istəyir ki, o assın. O deyir ki, yox, özüm asıram. Və otağa göz gəzdirəndə, birdən bir o göz yenə də ona baxanda ağlamaq gəlir onun içindən. Yəni, onu oyuncağı qırılmış uşağa bənzədir bir növ. Yəni, bir növ onun kimi hıçqırıb ağlayacaq deyir uşaq. Hansı ki, uşaq oyuncağını itirəndə necə hıçqırıb için ağlayırsa, onun da baxışlarından, dodaqlarının titrəməyi onun ağlamağını anımsadır. Amma
amma sonra toxtuyur, yəni özünü toxtuyur, ağlamır və dodaqlarına təbəssüm qonur. Yəni özünü ələ alır və təbəssüm qonur və təbəssüm qonanda bu zaman xatirətin dolaşıq yollarında bir fanar yandı, söndü. Bir anlığa nə isə bu aydınlıq içindən mənə əziz görüldü. İllər qandırıldı geri, xatirələr illərin ardından aşdı gəldi. Yaddaşımın yolunu gəzib dolaşdı gəldi. Deməli o əvvəlcə ağlamaq istəyir və müəllif onu oyuncağa qırılmış uşağa bənzədir, hıçqırıb ağlamağına bənzədir bir növ onun dodaqlarının titrəməyini, amma sonra özünü toxtuyur və dodaqlarına xəfif kövrək təbəssüm qonur və müəllif onun təbəssümündən sonra o elə bil ki, necə ki xatirələrinə o gəlmirdi də, tanımırdı o kim idi, yadına sala bilmirdi. Onun təbəssümündən sonra elə bil ki, onun xatirələrine bir fanaq yandı. Yəni elə bir işıq yandırdılar və ondan sonra ona mənə bir əziz göründü. Yəni artıq onu xatırlamağa çalışdı. İllər geriyə döndü, xatirələr illərin ardından aşdı gəldi. Xatirələr bir-bir illərin ardından aşır gəlir. Yaddaşının yolunu gəzir, dolaşır gəlir və nəhayət onu xatırlayır. Qara saçlar, həzin, qəmli baxışlar, bir də o saçların kölgəsində titrəyən, səni oxşayan, sənə sevgi dastanı deyən əllər. Onun əlləri, bir uşaq kimi kövrək, o bədbəxtin əlləri. Deməli, xəfif kövrək təbəssüm qonanda dodaqlarına onu bir fanar yanır, söndürür onun yaddaşında. Xatirələr illərin ardından aşır gəlir və nəhayət onu tanıyır. Həzin, qara saçlar, həzin, qəmli naxışlar, baxışlar və saçların kölgəsində, qara saçların kölgəsində o saçları oxşayan bir əl var idi. O əldə o bədbəxtin. Yəni burada söhbət təbii ki, Mikail Müşfiqdən gedir. Yəni Mikail Müşfiq onun saçlarını oxşuyurdu. O bədbəxt, onu bədbəxt adlandırır. Tanıdınızmı dedim. Tanıdım. Tanıdınızmı dedin. Tanıdım. Bu sən idin. Onun dilbəri. Baxdım sənə, bilmirəm bir saat ya da bir an. Həyəcanla heyran. Səsimizi eşitdi, tez gəldi şairə də. Görəndə səni birdən yerində dondu qaldı. Sonra da qollarını sınıq bir budaq kimi sənin boynuna saldı. Deməli, burada o soruşur ki, tanıdınızmı? Artıq nəhayət onu tanıyır təbəssümündən sonra və saçları, qara saçları oxşayan əllər, o əllər bədbəxtin əlləri idi. Onu bədbəxt adlandırır və deyir, tanıdınızmı? Tanıdım. Bu zaman yəni heyran baxırdı. Bunların səslərinə Rəsul Ruzanın həyat yoldaşı deməli Nigar Rəfibəyli gəlir. Onu şairə deyə səsləndirir. Yəni adını qeyd eləmir Rəsul Ruza poemada. Şairə deyə gedir. Çünki bilir ki, Nigar Rəfibəyli də şairə idi. Və yəni bu həyat yoldaşı onun səsini eşidir. Yəni şairə gəlir. Birdən-birə onu görən kimi donur qalır. Amma sonra donur qalır bilmir. Yəni onu görən kimi birinci donur qalır. Sonra qollarını sınıq budaq kimi boynuna salır, başlayırlar bunlar qucaqlaşmağa. Nəhayət yəni elə bir göz yaşları sözün yolunu kəsdi. Yəni ağlayırlar deyə heç nə danışa bilmirlər. Yəni bunlar bir müddət qucaqlaşıb ağlaşırlar və sonra müəllif deyir ki, töküldü damla-damla dərd nələr etmir adamla. Yəni burada təbii ki, hər ikisinin dərdli olduğu yazılır. Handan hanı elə bil nitqi özünə gəldi. Xeyli baxdı gözünə, xoş gördük, dilbər dedi. Yəni şairə bir müddət o əvvəlcə onu görən kimi donur qalır. Sonra qollarını açır, qucaqlaşırlar və heç nə deyə bilmirlər bir-birlərinə, çünki ağlayırlar və bir müddətdən sonra nitqi özünə gəlir və ona salamlayır ki, xoş gördük dilbər və biz ilk dəfə o gələnin adının dilbər olduğunu şairənin dilindən eşidirik. Yəni şairin dilindən yox, şairənin dilindən xoş gördük dilbər kəlməsi ilə gələnin dilbər olduğunu bilirik. Axı o da o sərt boranda, qarda yollarına əbədi hicran kölgəsi düşmüş, o kədərli, qorxulu, ümidli uzaqlarda bizimlə həm sevincdir, həm kədər, həm söhbətdir. Deməli, şairə barəsində, yəni həyat yoldaşı barəsində deyir ki, axı o da yəni həmin o illərdə ki, hansı ki yollarına hicran kölgəsi düşüb, yəni ayrılıq olmuş illərdə, həmin o kədərli, qorxulu uzaqlarda, o dövrdə o da bizimlə həm sevincdir. Yəni o da bizimlə oturub dururdu, o da bizim dərdimizə yanırdı. Həmin illərdə o da bizimlə həmin dərdlərə yanırdı, həm kədər, həm söhbətdir. Gəl əzizim dedi, gəl, ömrün vəfası budur. Gəl, otur, çöktü aralığa dərin bir sükut.
Deməli, burada onu əvvəlcə xoş gəldin Dilbər deyir, onunla adını bilirik və sonra müəllif bizə qeyd edir ki, yəni şairə də onunla həmin o ümidli uzaqlarda, hansı ki, kədərli, qorxulu uzaqlarda həm kədər idi. Yəni həmin vaxt baş vermiş faciə nəticəsində o da kədərlənmişdi. Bizimlə, yəni həmsöhbət idi, dərdlərimizi bölüşürdü və onu oturmağa dəvət eləyir. Otur deyə dəvət eləyən, baxın diqqətli oluruq, burada onu oturmağa dəvət eləyən birinci olaraq Dilbər, daha doğrusu birinci olaraq şair olur, yəni Nigar Rəfibəyli olur. Gəl otur deyir və hətta burada ömrün vəfası budur. Yəni ömrün vəfasız olması məsələsini də biz şairin dilindən eşidirik. Yəni ömrü vəfasız adlandırır. Ömrün vəfası budur. Və bunlar oturandan sonra aralığa bir sükut çökür. Müəllif bu sükutu müxtəlif cür adlandırır. Gəlin baxaq. Çöktü aralığa dərin bir sükut, nəhayətsiz, zamansız bir sükut. Aciz bir düşman kimi mərhəmətsiz, amansız bir sükut. Ah, bu sükutun dili yansın, yandırır bir köz kimi, yandırır nadan ağzından çıxan söz kimi. Əlimi oda tutub mən saxlaya bilərəm bir neçə an. Çəkmərəm əlimi qızmar alovdan. Dişlərimi qıcıyaram, nə qədər göynəsə yaram. Nə qədər bək ağrısa yenə 1-2 saniyə qısıb nəfəsimi, çıxarmaram səsimi. Lakin belə sükuta nə tabım var, nə tavanım, nə qararım. Burada müəllif sükutu müxtəlif cür səsləndirir. Bax, bu sükut yəni aralığa bir səssizlik çöküb və bu səssizlik ona o qədər dəhşətli görsənir ki, baxın deyir ki, bu sükutun dili yansın. Bax, sükutun dili yansın deyir. Və sükut onu bir köz kimi yandırır. Və hətta nadanın ağzından çıxan söz bizi necə təsirləyir, necə yandırırsa, bax bu sükut da onu elə yandırır. Bir köz kimi, bir nadan ağzından çıxan söz kimi yandırır. Bax, bu sükutun dili yansın, yandırır bir köz kimi, yandırır bir nadan ağzından çıxan söz kimi. Və müəllif deyir ki, hər şeyə düzərəm. Yəni hətta əlimi oda tutub dayanaram, səsimi çıxarmaram, dişimi qıcıyaram. Dayanaram da, nə qədər göynəsə də dayanaram, səsimi çıxarmaram, nəfəsimi qısaram. Amma belə sükuta dözə bilmirəm. Yəni bu sükut mənə o dərəcə dəhşətli görsənir ki, hətta əlimi belə yanığa belə dözərəm. Və bu sükutda elə bil ki, bütün hüceyrəmdə bütün yaralarım dil-dil ötür. Yəni bu sükut sayəsində səssizlik olur deyə mənim bütün yaralarım dirilir. Hər hüceyrəmdə göz-göz açılmış yaralarım dil-dil ötür. Bir sözdür. Heç olmasa məni məzəmmət elə. Danla, qurtar nigarançılıqdan. Mərhəmət elə. Gözlərində nifrət görüm, sözlərində hiddət görüm. Dayanma belə məlul. Ümidsiz yollara göz dikən kimi. Bax, müəllif burada sükutun onu nə dərəcədə yandırdığını, bir köz kimi, nadan ağzından çıxan söz kimi yandırdığını, hər hüceyrəsində yaralarının dil-dil açmağını, bunlardan danışandan sonra şair Dilbər xanıma müraciətlə deyir ki, heç olmasa bir söz dinlə. Yəni bu sükutu kəs, bir söz dinlə, danla məni, nigarançılıqdan qurtar, məzəmmət elə. Yəni məzəmmət danlamaq deməkdir. Yəni məni danla, məzəmmət elə, nigarançılıqdan qurtar. Hətta lazım olsa gözlərində nifrət belə olsun, sözlərin hiddətli olsun, amma belə kədərli dayanma. Yəni həmin o keçmiş yollara göz dikən kimi məlul baxma. Yəni bəlkə sözlərində nifrətə belə razıdır, gözlərində hiddətə belə razıdır, amma belə sakit dayanmağına razı deyil müəllif. Qəzəbini yığ, yumrula, bük ən acı, ən amansız sözlərə. At üstümə bir daş kimi, sanc bağrıma tikan kimi, bir şillə kimi vur, at üstümə qom-qom, dəstə-dəstə. Ancaq bu sükutu kəs, bircə din, yoxsa nadir hədiyyən bu yanıqlı sükutdur. Budur qəmli yollardan keçirib gətirdiyin, susursan. Onda mənə qulaq as. Qınama gəl söhbətim, dağınıq olsa biraz. Deməli, müəllif dedi ki, gözlərində nifrət görüm, sözlərində hiddət görüm. Yəni, ümidsiz yollara baxıb məlul dayanma. Hətta deyir ki, qəzəbini bir yığ, yumrula, ən acı amansız sözləri seç. Orada qəzəbini yığ, yumrula. Elə bir ki, necə ki, bir daşı adamın üstünə atırlar. Sən də o qəzəbini yığ, yumrula, ən acı amansız sözləri bük və mənim üstümə bir daş kimi at. Bağrıma tikanı, bağrıma sancan kimi o sözləri mənə dinə. Bir şillə kimi vur.
qom-qom, dəstə-dəstə, amma bir sükutu kəs. Yəni hər şey istəyir də ondan. Məsələn deyir ki, gözlərində nifrət görüm, sözlərində hiddət görüm, qəzəbini yığ yumrula, ən acı sözlərə, amansız sözlərə qəzəbini sığışdır və mənim üstümə daş kimi at. Tikan kimi bağrıma vur, şillə kimi vur, amma bu sükutu kəs. Yəni bütün bunlara razıdır müəllif, amma bu sükuta tabu yoxdur, tavanı yoxdur. Və hətta müəllif deyir ki, bəscə sənin mənə, yəni bu qəmli yollardan uzun müddət keçib də artıq o vaxtdan, yəni hansı ki, mərhum şairimizin ölümü vaxtından həmin o dövr, həmin günə qədər, yəni Rəsul Rzanın qapısını döyən onun həyat yoldaşı Dilbərin gəlməsinə qədər, yoxsa deyir həmin bəlkə nadir hədiyyəm budur, o günlərdən gətirdiyin. Baxın, bu sükutu müəllif nadir hədiyyəsi adlandırır onu. Yəni bəlkə mənə gətirdiyin nadir hədiyyə bu yanıqlı sükutdur deyir. Budur, qəmli yollardan keçirib gətirdi. Qəmli yollardan gətirdiyin mənə sükutdur, yəni nadir hədiyyən sükutdur. Deyir, susursansa, onda məni qulaq as. Yəni qoy mən danışım, amma məni qınama ki, söhbətim ola bilər ki, dağınıq olsun. Başlayır müəllif danışmağa. Bakıya yenicə gəlmişdim. Yenicə işə düzəlmişdim. Başımda kənd havası, bir də hər riyadan uzaq gənclik sevdası. Biz onunla tanış olduq bir yaz səhəri, gənc işçidə. Tez məhrəm oldu bir-birinə, könlümüzün gözü də, qəlbimizin içi də. Masamın yanına gəldi, əlini uzatdı. Mikail Müşfiq, sonra əlavə etdi. Qoçaqsan, qafiyə tapsan. Dedim, ağır olar bu yük. Uğundu getdi bu qəribə, gözlənilməz qafiyəyə. Sonra yoldaşlarına qoşuldu getdi. Deməli, müəllif dedi ki, sən susursansa qoy mən danışım, amma söhbətim ola bilər dağınıq olsun, məni qınama. Bakıya yenicə gəldiyini, hər başında hər şeydən uzaq kənd havası var idi, riyadan uzaq gənclik sevdası var idi və onlar bir gün Gənc İşçi qəzetində, adını da hətta qəzetin adını qeyd edir ki, Gənc İşçidə bir yaz səhəri, bunlar yaz fəslinə deməli tanış olurlar. Bir yaz səhəri Gənc İşçidə bunlar bir-birlərlə tanış olurlar və tez bu bir-birlərinə aşırırlar, tez məhrəm olur bir-birinə bunların könlümüzün gözü də, qəlbimizin içi də. Və birinci ilk dəfə, yəni tanış olmaq üçün addım atan Mikail Müşfiq olur. Onun masasının yanına gəlir, əlini uzadır və adını, soyadını deyir və ona həmin onun adına, soyadına qafiyə tapılmasını istəyir və o da bir özünə məxsus bir qafiyə tapır, Müşfiq, yük. Belə bir qafiyə deyir və o da çox gülür buna və sonra dostlarına qoşulur gedir. Yəni bunların tanışlığı belə başlayır. Bu qəribə gözlənilməz qafiyəyə gülür, sonra yoldaşlarına qoşuldu getdi. Dostluğumuz belə başladı. Sonra illər boyu bu dostluğu şeirin səsi, şeirin nəfəsi, şeirin duzu bərkitdi. Deməli, bunların dostluğu belə başlayır. Sonra illərlə bunlar axı bir-birlərinə şeirlər yazırlar, şeirlər deyirlər və yaxud daha doğrusu bir-birinə şeirlər yazırlar deyəndə, yəni şeirlər yazırlar, oxuyurlar və şeirlər səsləndirirlər. Yəni ona görə də bunların dostluğunu şeirin səsi, şeirin nəfəsi, şeirin duzu bərkidir. Dostluqlarını möhkəmləndirən şeirin səsi, şeirin nəfəsi, şeirin duzudur. Və bunlar bir-birlərindən ayrılmırlar. Ayrılmadıq. Bahar oldu, qış oldu, gün oldu, yağış oldu. Yəni bunlar bir-birlərindən ayrılmırlar. Baharda da, qışda da, gündə də, yağışda da. Qulaq as bacım, qulaq as. Qəmli söhbət gileksiz olmaz. Baxın, ilk dəfə burada müəllif deməli gələn qonağı bacım deyə adlandırır, ona xitab edir. Deyir ki, qulaq as. Qəmli söhbət gileksiz. Yəni ola bilər ki, mən gileylənim də. Sinəmdə qövr edəndə qubar, dolu olanda ürək, deyib boşaldasan gərək. Yəni müəllif qeyd edir ki, ürəyim doludur da, ürəyimdə qubar var və yəni sinəm doludur deyə gərək mənə qulaq as. Mən ola bilər gileyli danışım, amma mənim sinəmdə ürəyim qövr eləyir deyə, yəni doludur da ürəyim. Gərək mən bunları danışım, deyim, qurtarım, yoxsa ki ürəyim dayanmır da. Yəni müəllif sanki bir növ ürəyini boşaldır həm də bu misralarla. Tanışlığımız bir yaz səhəri oldu. Dedik ömrümüz nurlu səhər olacaq. Nə bilək ki, baş alıb gedən illərdə elə günlər gələcək, yediyimiz, içdiyimiz au zəhər olacaq. Yəni bu müəllif dediyimiz kimi qeyd edir ki, qəmli söhbət gileksiz olmaz. Ola bilər mən biraz gileylənim və qeyd edir ki, yəni mənim ürəyim doludur, ürəyimdə
saxlaya bilmirəm deyib gəlib ürəyimi boşaldım. Və sonra da ki, bir yaz səhər tanış olduq. Tanış olanda deyirdik ki, ömrümüz nurlu səhər olacaq. Yəni tanış olanda xoş arzular bəsləyirdik, gələcəyə ümid bəsləyirdik. Amma heç bilmirdik ki, nə bilək ki, bax deyir ki, baş alıb gedən günlərdə elə günlərəcək yediyimiz, içdiyimiz ağu zəhər olacaq. Yəni bunlar tamamilə nurlu səhər arzulayan yerdə, xoş gələcəyi arzulayan yerdə elə günləri gəlir ki, yedikləri, içdikləri zəhər olur. Cibimiz puldan azad, könlümüz qəmdən. Mən onun axıcı şeirindən həzz alardım, o mənim xalları bərkiməmiş nəğməmdən. O hamıdan sadə idi, hamıdan açıq ürək. Deməli, bunların cibləri puldan azaddır, çünki kasıbdılar. Könlümüzdə qəm, yəni qəm çəkmirlər, pulları da yoxdur. Və bir-birlərinin, məsələn, biri Rəsul Rza Mikail Müşfiqin şeirindən həzz alır, o da bunun nəğməsindən həzz alır. Deməli, Mikail Müşfiqin, Rəsul Rza, mən onun axıcı şeirindən həzz alardım. Mikail Müşfiqin şeirini Rəsul Rza bəyənir, mən onun deyir ki, şeirindən həzz alardım. O da mənim, yəni Mikail Müşfiq də Rəsul Rzanın xalları bərkiməmiş nəğməsindən həzz alırmış. Yəni bir-birlərinin xoşlara gələn cəhətləri varmış. Və sonra başlayır Mikail Müşfiqin xarakterik xüsusiyyətlərini saymağa ki, daxili xüsusiyyətləri. Baxaq, o hamıdan sadə idi, hamıdan açıq ürək. Uşaq kimi inanan, yetim kimi kövrək. Dilində idi çox zaman acığı, qəzəbi. Həm bədəndən zəif idi, həm də xeyli əsəbi. Gah görürdün kəskin, odlu sözü ilə rəqibini dağladı. Gah görürdün bircə sözdən qısılıb bir bucağa xısın-xısın ağladı. Bax orada bunun xüsusiyyətləri, Mikail Müşfiqin xüsusiyyətlərini deyir ki, baxın o uşaq kimi hamıya inanır, yetim kimi kövrəkdir. Və bəzən ola bilər ki, əsəbi olsun, pis dansın, kobud dansın, amma o kobudluq ancaq dilindədir, acığı, qəzəbi ancaq dilindədir. Bədəndən də zəifdir, həm də xeyli əsəbidir. Bax, bura xüsusi diqqət edirik ki, Mikail Müşfiq deməli əsəbiymiş, bədəndən də zəifdir, əsəbidir və acığı, qəzəbi əgər acıqlansa, qəzəblənsə də o dilində olar, yəni ürəyində yox. Və xarakteri biraz qəribə imiş də. Gah rəqibini elə odlu sözlərlə dağlayır ki, onun sinəsinə bir dağ çəkir. Hətta gah da ki, bəzən elə bir adicə bir sözə görə bir bucaqda xısın-xısın ağlayır. Və hərdən qızıb bircə tikana görə bütün bağı söyərdi. Hərdən saxta bir gülüşə inanar, bədxahını öyərdi. Deməli, bax, burada xüsusi vurğuluyur ki, bəzən yəni səbəbsiz yerə çox əsəbləşməkləri də olur. Hətta bir dənə tikana görə bütün bağı, yəni heç dəxilsiz bir şeyə görə, məsələn, nələrsə kimlərsə günahlandıra bilər də. Yəni bircə tikana görə bütün bağı söymək nə deməkdir? Yəni təbii ki, bir tikan olar. Yəni elə deyir ki, yəni hansısa ki, insanlarda bəzən bir qüsura görə və yaxud da bir nəsə çatışmayan şeyə görə çox gileylənirmiş də və hərdən də saxta gülüşə inanıb bədxahını öydüyü gündən. Deməli, Mikail Müşfiq saxta gülüşə inanıb onu sevməyən, ona bəd şeylər arzulayan bədxahına belə öydüyü vaxtlar da olub. Yəni saxta gülüşə aldandığı bədxahını öydüyü vaxtlar da olub. Dosta sadiq, ülvəti yumşaq idi. Nə deyim, necə deyim? Yaşlı bir uşaq idi. Tez-tez şeir oxumağa, görüşlərə gedərdik. Zavoda ya məktəbə, qəsəbəyə ya kəndə. Salon susub durardı, alovlu misraları o məclisə tökəndə. Oxu, tar, oxu, tar, səni kim unudar? İndi bu sözləri ona desək yeri var. Səni kim unudar? Deməli, dedik ki, onun xarakteri xüsusiyyəti necə idi? Hərdən deməli, bir sözlə, elə sözlə rəqibini dağlayırdı ki, amma hərdən bir bucağa, bir qırağa çəkilib xısın-xısın ağladığı vaxtlar da olub. Hərdən deməli, saxta gülüşə inanıb bədxahını öydüyü vaxtlar da olub. Həm dosta sadiq, ülfəti yumşaq. Elə bir ki, onu bir yaşlı uşağa bənzədir. Nə deyim, necə deyim, yaşlı bir uşaq idi. Və bunlar Rəsul Rza ilə Mikail Müşfiq, bunlar şeir oxumağa, görüşlərə gedərmişlər. Getdikləri yerləri mütləq yadımızda saxlayırıq. Zavoda, ya məktəbə, qəsəbəyə, ya kəndə. Deməli, bunlar adətən 4 yerə şeir oxumağa gedərmişlər. Zavoda, ya zavoda gedərmişlər, ya məktəbə, ya qəsəbəyə gedərmişlər, ya da ki, kəndə. Yəni 4 zavoda, məktəbə, qəsəbəyə, kəndə. 4 yerdən birinə şeir oxumağa gedərmişlər. Və o şeir oxumağa başlayanda salon hamısı susub dururmuş da. Çünki o elə o dərəcədə alovlu misraları var imiş ki, o alovlu misraları məclisə tökəndə hamı susub dururdu. Və ən məşhur şeiri oxutar, səni kim unudar? Müəllif
onun şeirindən bir misralar səsləndirir, 2 misra səsləndirir ki, oxudar, oxudar sənin üçün bunlar. Yəni onun dediyi misralardır bunlar. Və həmin o şeirindəki misraları indi də onun özünə ünvanlayır Rəsul Rza. Deyir ki, indi bu sözləri ona desək yeri var. Səni kim unudar? Yəni onun dediyi şeirdəki misraları elə onun özünə indi aid eləyə bilər ki, yəni səni heç kəs unutmur. Gözlərini yumardı. Belə şakəri vardı. Şakər vərdiş deməkdir. Gözlərini, yəni o şeir oxuyanda adətən gözlərini yumarmış. Yəni belə bir vərdişi var imiş də. Oxuyardı əzbərdən, hər kəlməsini çaşmadan. Heyran qalardı adam. Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizlərdən əvvəl nə göy, nə yer, nə torpaq olmuş. Nə ağac dallarında bir yaşıl yarpaq olmuş. Ahəng axıcı, sözlər aydın, bəlkə o belə şair olmazdı. Bu xalq, bu torpaq, o yaşıl yarpaq, o aydın səhər, bir də sən, Dilbər, bir də sən olmasaydın. Deməli, o şeir oxuyanda, deməli, bunlar tez-tez şeir oxumağa qəsəbəyə, ya daha doğrusu zavoda, ya məktəbə, qəsəbəyə, kəndə gedirlərmişlər və hamı susub onları qulaq asırmış. Oxutardan birinci danışdı ki, oxutarı oxuyurmuş və hətta müəllif həmin misraları onun özünə ünvanladı ki, yəni onun sənə desək yeri var ki, səni kim unudar. Sonra deyirmiş ki, başqa şeir, ümumiyyətlə şeir oxuyanda o gözlərini yumarmış da, belə bir xüsusiyyəti varmış və başqa bir şeirindən danışır. Demək, 2 şeirinə toxunur. Biri oxutar, bir də indi dediyi ki, məsələn, bu insan düşüncələri şeiridir. Bax, burada deyir, fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, mənə elə gəldi ki, bizdən əvvəl, yəni nə yer, nə olmuş, nə yer, daha doğrusu, nə torpaq olmuş. Bu şeiri səsləndirir. Yəni, 2 şeirindən Mikayıl Müşfiqin söhbət açılır. Yəni elə də əzbər oxuyurmuş ki, bircə kəlməsində çaşmırmış. Ahəngi axıcıymış və onun belə şair olmasın, yəni şeirindən danışandan sonra deyir ki, bəlkə o belə şair olmazdı. Bu xalq, bu torpaq, o yaşıl yarpaq, bir də sən. O yaşıl yarpaq, o aydın səhər, bir də sən olmasaydın. Deməli, nə onun belə şair, belə çox gözəl, dərin mənalı fikirlər yazmağına səbəb olur. Bu xalq, torpaq, yarpaq, səhər, bir də Dilbər. Deməli, xalq, torpaq, yarpaq, səhər, bir də sən. Yəni, sən deyir, Dilbər nəzərdə durur. Xalq, torpaq, yarpaq, aydın səhər, bir də sən. Yəni, onun belə şair olmağında xalq, torpaq, səhər, bir də Dilbərin rolu var. Və sevirdi onu məktəbli də, kəndli də, fəhlə də. Bu gün olmuş kimi gözümün qabağındadır, hələ də. Bir şeir gecəsi, o şeir oxuyandan sonra bir qoca səhnəyə qalxdı, yanaşdı ona. Gözlərinə xeyli baxdı, sonra bastı bağrını onu. Dedi, sağ ol bala, əlinin dalı ilə sildi gözlərini, sevincdən yaşaran gözlərini. Deməli, müəllif qeyd edir ki, onu hər kəs, yəni bütün yaş qrupu, məktəbli də, kəndli də, bütün yaş qrupu sevir. Yəni onu hər kəs sevdiyini qeyd edir və bir şeir gecəsi onların Rəsul Rzanın yadında qalıb ki, o şeir oxuyandan sonra, həmişə kimi şeir oxuyandan sonra bir qoca səhnəyə qalxır və ona yanaşıb gözlərinə baxır. Ondan sonra onu bağrına basır. Yəni onun şeirindən təsirlənən qocanın onu bağrına basması qeyd olunur və ona sağ ol deyir və göz yaşları, sevinç göz yaşlarını tökür və ona sağ ol deyə müraciət edir. Yəni sağ ol deyir, əli ilə də sevincdən yaşaran gözlərini silir. Təkrar verir ki, oxutar sənə kim unudar. Deməli, bu oxutar məsələsi 3 yerdə səslənir. Birinci deyir ki, yəni çox gözəl misralar səsləndirilmiş. Bunlardan biri oxutar sənə kim unudardı. Sonra müəllif özü həmin o misraları şairin özünə müraciətlədi ki, indi bu sözləri sənə də səhciri var, sənə kim unudar. Sonra isə bir şeir gecəsi bir qocanın səhnədə onu bağrına basması və həmçinin həmin o şeiri səsləndirməsi. Yəni bir dəfə müəllifin dilindən səsləndirilirsə həmin o oxutar şeiri, ikinci dəfə deməli qocanın dilindən səsləndirilir. Yəni ikinci dəfə qoca özü o şeiri oxuyur. Sonra yadımdadır. Pəncərəsi döşəmədən bircə qarış yuxarı bir otaq. Əl vuranda qulun kimi qışqırardı qapıları. Divarları çopur-çopur. Küçədə yüyürsələr, suvağı parça-parça qofurdu. Qapısı qara cəftəli, oturardıq otaqda, o dəli, mən dəli. Bəzən ta sübhə kimi şeir oxuyardıq.
Məzəli. Deməli, müəllif burada qeyd eləyir ki, bunların bir otaqları var imiş, bir evləri var imiş. O evdə çox, yəni təmiri çox zəif vəziyyətdə imiş. Yəni elə bir vəziyyətdə imiş ki, pəncərəsi bircə qarış aşağı, yəni yuxarı imiş döşəmədən və hətta qapıları da ki, qışqırırmış. Yəni təbii ki, qapı köhnə olanda bilirsiniz ki, qəribə səslər çıxardır. Divarlar da çopur-çopur imiş. Elə bir o dərəcədə yəni uçmağa hazır imiş ki, küçədə yüyürsələr onun suvağı qopurmuş. Və qapısında da qara cəftə var imiş. Və bunlar bir yerdə oturanda hər özlərini dəli adlandırırlar. O dəli, mən dəli. Yəni baxın, evlərinin bir otaq, pəncərəsi döşəmədən bircə qarış yuxarı bir otaqdır və qapıları qışqırır, yəni qapılardan qəribə səs çıxarır köhnəlikdən. Divarları da çopur-çopurdur. Küçədə kimsə yürürsə, bunların evlərinin suvağı qopur. Yəni ev o dərəcədə təmirsiz vəziyyətdədir, köhnəlmiş vəziyyətdədir. Və amma otururlar, o dəli, mən dəli. Bəzən ta sübhə kimi şeir oxuyardıq, məzəli. O dəli, mən dəli. Ruzumuz yaxşı gündə bir parça dağlı çörəyi, bir tikə xaçbulaq ətirli Gəncə pendiri, çəkməmizdə bağ yerinə adi zivə kəndiri. Mən deyirdim, o deyirdi. Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan. Baxın uşaqlar, deməli burada görürük deyir ki, bəzən yəni bunlar bir yerdə olurlar və özlərini məsələn o dəli, mən dəli və bəzən hətta sübhə kimi səhər açılana qədər bütün gecə boyu bunlar şeir oxuymuşlar. Və onların yedikləri də hələ yaxşı günlərində bir parça dağlı çörəyi, bir parçadakı xaçbulaq ətirli Gəncə pendiri. Bir parça dağlı çörəyi, bir parça da xaçbulaq ətirli Gəncə pendiri və bunlar yəni kasıb vəziyyətdə yaşadığı üçün çəkmələrinə də bağ yerinə adi ipdən asılan kəndir olur, ip kəndiri. Amma bunlar nədən danışırlarmış? Şeir oxuyurlarmış sübhə qədər. Hansı şairlərdən danışırlarmış? Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan. Yadımızda qalır ki, Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan. Bax bu şairlərin deməli yaradıcılarına müraciət edirlər. Başımızın üstündə qapaz kimi sallanmış tavan. Çay, çəmşirin, çörək, yavan. Kağızları qom-qom, top-top. Gözlərimiz zilli varaqlara, mis üstündə Lermontov. Demon, Tamara, bir də Ruhulla. Qrex, Cunay, Qreşni, günahkar, Sonum, Güruh, Duxruh. Baxın, deməli burada deyir ki, hansı şairlərdən tanışdı? Füzuli, Nədim, Puşkin, Bayron, Sabir, Natəvan. Bax bu şairlərə Füzuli, Nədim, Puşkin, yəni burada həm yerli, həm də xarici şairlərə bunlar müraciət ediblər. Çünki Füzuli, Natəvan, bir də xarici Bayron, Puşkin, yəni həm xarici, həm də milli və yaxud da ki, Puşkin rus ədəbiyyatıdır, Bayron da ingilis ədəbiyyatı. Bax belə. Və bunların çayları çəmşirindir, yavan çörək yeyirlər. Amma yəni bir də Lermontovun deməli İblis əsərini tərcümə edirlər bunlar və obrazlar Demon, Tamara, bir də Ruhulla bu obrazlar var. Bax Lermontovun əsərindən obrazların adları Demon, Tamara, Ruhulla, onların adları və sözlərin mənalarını da qeyd edirlər. Qrex, günah, Qreşni, günahkar, Sonum, Güruh, Duxruh və dil açıb türkçə danışdıqca iblis, çünki iblis əsəri daxı Lermontovun. Uşaq kimi əl çalır, atılıb düşürdük biz. Yəni iblis türkçə danışır, yəni onlar türkə çevirdikcə, türk dilinə tərcümə edirlər axı Lermontovun əsərini. Türkçə, yəni danışdıqca, türkçə tərcümə elədikcə biz də uşaq kimi əl çalırdıq, atılıb düşürdük ki, hə bunu tərcümə elədik. Bir axşam üstü vədələşdik, ayrıldıq. Sabah gəldi, o gəlmədi. Xilaf çıxdımı vədəyə? Fincandakı çaydan burula-burula qalxan buxar kəsildi, o gəlmədi. Pəncərədən düşən işıq divardan endi döşəməyə, o gəlmədi. Sinəmdə ürək başladı üşüməyə, o gəlmədi. Fikirlərim pırtlaşdı, oldu düyün-düyün, o gəlmədi. Gözlərim qapıda qaldı, gözlədim bütün gün, o gəlmədi. Deməli, baxın, burada türkçə iblisi tərcümə eləyirlər, ondan sonra əl çalıb gülürlər. Amma bir axşam üstü vədləşib ayrılırlar ki, sabah yenə görüşərik. Amma sabah olsa da o gəlmir. O fikirləşir ki, əvvəlcə o xilaf çıxdı vədəyə, axı deyilmişdi görüşəcəyik. Və deyir ki, fincandakı, bax onu gəlməməyini müxtəlif fasilələrlə təsvir edir. Bax, fincandakı çaydan burula-burula qalxan buxar kəsildi. Yəni çay soyudu, fincandakı çaydan
buxar kəsildi. Pəncərədə işıq düşürdü əvvəlcə. Əvvəlcə o işən işıq döşəməyə enir. Yəni yavaş-yavaş hava qaralmağa başlayır da. Yəni işıqlar, günəş batır. İşıq divara düşən işıq döşəməyə enir, o gəlmir. Bütün gün müəllif onu gözləyir. Rəsul Rza axşamüstü vədələşib ayrıldığı dostunu bütün gün gözləyir, amma o gəlmir. Və qaranlığa qərq oldu. Qaranlıqda qərq oldu qəlbimdəki ümid, giley, güzar, giley, intizar o gəlmədi. Yəni baxın, fincandakı çaydan burula-burula qalxan buxar kəsilir, o gəlmir. Divardakı işıq döşəməyə enir, o gəlmir və fikirləri pırtlaşır və bütün gün gözləri qapıda qalır. Gözləsə də o gəlmir. Amma müəllif onun evlərinə getmir. Evinizə getmədim. Buna nəyə ehtiyac var? Gecə yuxa çıxanları gündüz kimi axtarırdı. O gəlmədi. Demək, gələ bilmədi. Bunu anlamaq çətin deyildi. Neçə ananın bir gecədə düz qaməti əyildi. Gedənlərin neçəsi axşam evində yatıb gecə getdi. Gedənlər bilir gedəndə necə getdi. Bircə anda yoldaşdan dönüb vətəndaş oldular. Cavanlar vardı ki, qaynar suya düşmüş çiçək kimi soğulular. Qocalardan nə deyim, əydilər əyməyim. Deməli, müəllif onu bütün gün gözləsə də o gəlmir və ondan sonra evlərinə belə getmir. Çünki bilirdi ki, gecə əgər bir insan gecə yoxa çıxıblarsa, çünki repressiya vaxtı hansı insanı öldürmək üçün aparırlarsa və yaxud nə üçünsə aparırlarsa, həmişə gecə gəlirdilər. Ona görə də Mikail Müşfiq gecə yoxa çıxdığına görə onsuz da bilir ki, bunu deməli onlar aparıblar. Gecə yoxa çıxanları gündüz yəni axtarmırdılar. Onsuz da bilirdilər ki, taleləri nədir. Və o gəlmədi, demək gələ bilmədi. Başa düşmək çətin deyildi ki, yəni onlar gecə yoxa çıxıbsa, niyə görə yoxa çıxıb? Və müəllif hətta o repressiyaya məruz qalmış insanların analarını da təsvir verir ki, neçə-neçə ananın, yəni övladlarının aparıldığına görə düz qaməti əyilir. Yəni neçə-neçə ananın düz qaməti əyilir, analarını belə göstərir. Və gedənlər bilir ki, gedənlər necə gedir də, yəni evində birdən-birə qəfildən onların başlarının üstlərini anırlar. Və hətta neçə nəfər var ki, axşam evində yatıb gecənin bir yarısı gedənlər var. Və bircə anda yoldaşdan, yəni bircə anda yoldaş idilər, əvvəlcə yəni yaxşı idilər, sonra birdən-birə vətəndaş tamamilə yad birinə çevrilir. Və elə hətta onların içində cavan da var, elə cavanlar var idi ki, elə bir ki, qaynar suya çiçəyi tökəndə necə olar? Qaynar suya tökülən çiçək kimi cavanlar elə bir soldular, cavan idilər də, bunların ömürlərinin ən yaxşı vaxtıdır. Amma gəlib amansız repressiyaya qurban olurlar. Müəllif bunu çiçəyin qaynar suya düşəndə solmasına bənzədir, cavanların repressiyaya düşməyini. Və hətta qocalardan nə deyim, qocaları da yəni repressiyaya məruz qoyarlar, nəinki cavanlar əydilər əyim-əyim. Müəllif burada öz deməli yanğısını dilə gətirir. Belə bu Mikail Müşfiqin deməli Qızılgül olmayaydı poemasından sizin dəstəyinizdə olan hissəsidir. Gördüyümüz kimi ixtisarladı, tam deyil, amma mütləq verilən hissə tam öyrənilməlidir. Gəlin baxaq burada nə haqqında məlumat verilir təhlil hissəsində. Baxın, artıq SSR-də 60-cı illərdə nisbətən siyasət yumşalır. Yəni əvvəlki kimi sərt deyil. Yəni artıq repressiya ilə bağlı məsələlərə, yəni köhnə ilə bağlı rahat danışa bilirdi də şairlər. Və məhz bu vaxtı Rəsul Rza Qızılgül olmayaydı poemasını çapdan çıxardır. Əslində çox əvvəllər yazsa da, artıq siyasi mühit yumşalandan sonra, ara sakitləşəndən sonra, bax 60-cı illərdə çap eləyir. Və əsərdə repressiyanın günahsız qurbanı olan Mikail Müşfiqdən, həmçinin onun timsalında digər repressiya qurbanlarına yəni yanaşılıb və əsərdə totalitar rejimin qeyri-insani siyasəti ifşa olunub. Yəni bunlar hamısı o repressiyaya məruz qoyan insanlar totalitar rejimin qurbanlarıdır. Yəni totalitar rejimin qeyri-insani siyasəti ifşa olunub və müəllif də açıqlayıb ki, niyə görə mən bu mövzuya müraciət eləmişəm və bu yəni bu əsəri yazmağının vicdan işi olduğunu göstərib. Yəni bir növ yəni vicdanı onu rahat buraxmırdı da, onun dostu ölmüşdü. Və yəni müraciət mən deyib ki, niyə görə mən bu mövzuya müraciət eləmişəm? Niyə görə mən Mikail Müşfiqdən repressiya qurbanından yazmışam? Bunun daha çox vicdan işi, yəni vicdanı onu rahat buraxmadığını qeyd edir ki, bu vicdan işidir. Yəni bu mövzuya müraciətin səbəbini açıqlayıb, vicdan işi olduğunu göstərib. Sonra müəllif poemada müəllif təhkiyəçidir. Yəni hadisələri danışan müəllifin özüdür. Yəni müəllif özü təhkiyəçidir. O hadisələri, keçmiş duyğuları, təzadlı duyğular, düşüncələrini Dilbər xanıma danışır. Yəni arzularını, istəklərini, düşüncələrini hamısını Dilbər xanıma danışır.
və onun bəzən səmimi etirafları var, özünü məzəmmət, özünü günahlandırmaları var və oxucu bunları çox həssaslıqla qarşılayır. Yəni əsər boyu müəllif özünü günahlandırdığı, özünü danladığı, özünə məzəmmət elədiyi yerlər var. Yəni ürəyini açır, bir növ səmimi etiraflar eləyir, özünü danlayır, məzəmmət eləyir və bu amma gözlənilməz olur. Və müəllif deməli, müəllif özü poema təhkiyəçi rolunda çıxış edir. Gənc Müşfiq isə ayrı-ayrı xatirələrdə yaranır. Yəni konkret olaraq çıxış eləmir. Ancaq Rəsul müəllifin xatirələrində yaranır da. Yəni konkret bir fəal obraz kimi çıxış eləmir. Ancaq xatirələrdə onların tanışdığından danışır, tanışlığı dostluğa çevrilir, fərəhli illər gəlir və Müşfiq sadə olduğundan danışır ki, sadə idi, həm əsəbi idi, qəzəbli idi, bəzən heç nəyə fikir vermirdi, bəzən adi bir şeydən bir küncdə ağlaya bilərdi o və deməli, və şeir məclislərinə getməklərindən, xalq tərəfindən məhəbbətlənilir, o sevirdi onu kəndli də, şəhərli də, məktəbli də. Yəni xalq tərəfindən sevilməyindən və hamısından danışır. Və deməli, Müşfiq obrazı milli poeziya uğrunda narahat axtarışlarını görürük biz orada. Yəni milli poeziya yaratmaq uğrunda şeirlərində nələrsə axtarır. Və onlar bir gün vədləşib ayrılsalar da görüşə bilmirlər. Müəllif başa düşür ki, o gecə yoxa çıxıbsa, deməli nə üçün yoxa çıxıb? Ona görə də yəni evlərinə getmir, onu axtarmır. Və əsərdə repressiyanın sərt üzü, deməli əvvəl dedik ki, totalitar rejimin qeyri-insani siyasətləri ifşa olunub. Bir də repressiya dövrünün sərt üzü, istedadlı yaradıcı insanlara işgəncələrə məruz qalması və məhv edilməsi konkret adlar çəkilməklə nəzərə çarpır. Və bu konkret adlar çəkilməsi hissəsinə xüsusi diqqətli oluruq ki, yəni repressiyanın üzü və insanlara, yaradıcı insanlara nə qədər dərəcədə işgəncələrin qoyulması konkret adlar çəkir. Yəni adlar çəkilir ki, filan adamların sayəsində repressiyada bu vəziyyətə düşdülər. Və Dilbər obrazı var. Demək, qapını döyən də odur. Və Dilbər obrazı haqqında bizdə o təsəvvür yaranır ki, bunun hər şeyi köhnəlib, gözləri cütqara oldu, amma çuxura düşmüş kimidir. Yəni hər şey bəxtsiz bir qadındır da, həyat yoldaşını itirmiş və onun timsalında həyat yoldaşını itirmiş minlərlə repressiyaya məruz qalmış insanın həyat yoldaşının taleyi canlandırılır. Əsər 1963-də çap olunur, çünki o dövrdə biraz siyasət yumşalmışdı, artıq Rəsul Rza rahat o əsəri çap eləyə bilərdi, amma xeyli əvvəllər yazılıb. Və Rəsul Rza novator şair kimi bilirsiniz ki, biz 20-ci əsrin 30-cu illərində çıxış eləyib və şeirlərini yazıb. Və onun əsərlərində, yəni bu əsərdə keçmişə qayıdış formasında yazılıb poema. Çünki keçmişə qayıdır, Mikail Müşfiqlə tanış olmağından, xatirələrindən danışır. Yəni keçmişə qayıdış formasında yazılıb. Və təhkiyəçi, yəni şairin özü bəzən ona ağır olsa da ürəyini boşaldır. Əsas mətləb, məqsəd unudulmur. Yəni bəzən ona ağır olsa da müəllif ürəyini boşaldır ki, bəs belə-belə. Bütün deyilənlər bir nöqtədə birləşir, insanlığa qarşı cinayət törətmiş. Yəni burada əsas məsələ odur ki, insanlığa qarşı cinayət törədilir. Müəllif ürəyini boşaldır. Bəzən yəni özünü məzəmmət, özünü günahlandırmalar eləyir. Bu müəllif oxucularda qeyri-adi qarşılanmır. Yəni bəzən özünü məzəmmətləyir, özünü günahlandırır və yaxud ürəyini boşaldır. Amma lakin məqsədinə unudulmur. Bir dənə şey var ki, insanlara qarşı cinayət törənilib və sərbəst şeirdədir. Yəni sərbəst şeirin olduğunu biz özümüz oxuyanda da görürük. Amansız repressiya deməli çox tənqid olunur əsərdə və 1963-cü ildə əsər çap olunur.